أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على سيدنا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين فلعنة الله على أعدائهم ومنكر فضائلهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، قال الحكيم في كتابه محكم الكريم بسم الله الرحمن الرحيم إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر. Sadaqallahul aliyyul azim. Əziz və hörmətli möminlər, uca Allahın adıyla sizin hər birinizi salamlayır. Həm cümə günü, həm bayram günü münasibəti ilə sizin hər birinizi təbrik edirik. Bildiyiniz kimi bayram hər bir millətin, hər bir xalqın və hətta hər bir din mənsubunun tarixində mühüm, ciddi bir yerə, ciddi bir dəyərə sahibdir. İslam tarixində də bir neçə mühüm bayramımız var. O bayramlardan da biri məhz Qurban bayramıdır. Əlbəttə ki, bundan başqa bizim Fitr bayramımız, Qədirxum bayramımız və digər, hətta biz mövlud günlərini belə, məsumlarımızın mövlud günlərini belə bayram kimi qeyd edirik. Bugünkü söhbətimiz də əlbəttə ki, bugünkü bayram gününə həsr olunacaqdır. Biz ötən xütbələrimizin birində həccin tarixi və bu mövzuda olan bəzi mühüm məsələlərə aydınlıq gətirmişdik. Bugünkü söhbətimizdə isə sırf Qurban bayramı, ümumiyyətlə qurbanlığın tarixi mənşəyi, qurbanlığın sosial, iqtisadi, dini və psixoloji əhəmiyyəti haqqında danışacağıq. Ümumiyyətlə bilmək lazımdır ki, Qur'an-ı Kərimin də bəyan etdiyi kimi qurbanlığın ilkin tarixi məhz ilk insanın dövrünə qədər gedib çıxmaqdadır. Adəm əleyhissalamın iki oğlunun əhvalatı Maidə surəsində xüsusi olaraq geniş şəkildə qeyd edilib. Uca Rəbbimiz həmin surənin 27-ci ayəsində onlara Adəmin iki oğlunun xəbərini doğru olaraq oxu. Onlar bir qurban təqdim etdilər. Biri qəbul olundu, digəri isə qəbul edilmədi. Qurbanı qəbul edilməyən şəxs, yəni Qabil, digər şəxsə, yəni Habilə dedi, səni öldürəcəyəm. Onun cavabında isə Habil, İnnəmə yətəqəbbəlullahu minəl muttaqin. Həqiqətən də uca Allah yalnız və yalnız təqvalı olan şəxslərdən qəbul edər, deyə cavab verdi. Bu ayə üzərində dayansaq, görərik ki, ayə özündə bir neçə mühüm incəligi əhatə edir. Birincisi, bəzi şəxslər ki, deyirlər, Qur'anda qurbanlıq haqqında bir məlumat yoxdur, onlara verilmiş ən böyük cavabdır ki, elə qurbanlığın tarixi məhz ilk insanın dövrünə qədər gedib çıxır. Ayədə açıq-aşkar şəkildə hər iki tərəfin, yəni Qabil və Habilin qurban gətirməsindən, birinin qurbanının məqbul, digərinin isə qeyri-məqbul olmasından söhbət açılır. Deməli, ayənin bizə verdiyi ilk mesaj qurbanın ilk insanla başlamasıdır. İkinci mühüm bir məsələ ayədə öz əksini tapıb ki,
uca Allah yalnız və yalnız təqvalı olan şəxslərdən əməlləri qəbul edər. Deməli, hansısa bir əməl xalis niyyətlə yerinə yetirilməzsə, həmin əməlin uca dərgahda məqbulluğu şübhə altındadır. Ümumiyyətlə keçərsizdir. Çünki Qabil rəvayətlərə görə çox zəif bir şeyi qurbangaha aparmışdı. Amma Habilin niyyəti təmiz idi və ən yaxşı şeyi bəzi rəvayətlərdə qoyunu qurbangaha aparmışdı. Onun saf niyyəti Allah üçün gördüyü işin səmimiyyətinə görə uca Rəbbimiz məhz onun qurbanını qəbul etmişdir. Ayənin bizə verdiyi digər bir mesaj cahillərə qarşı bizim rəftar tərzimizdir. Qabil qaba kobud bir şəxs olub, qurbanı qəbul olmadığına görə qardaşına deyir ki, səni öldürəcəyəm. Amma belə bir ağır sözün müqabilində Habilin cavabı Allah yalnız təqvalı olan şəxslərdən qəbul edər deyə ona bir nəinki cavab verir, hətta qiyamətə qədər olacaq insanlara dərs keçmiş olur. Deməli, buradan öyrənirik ki, cahilə qarşı necə rəftar etmək lazımdır və həmçinin öyrənirik ki, bütün əməllərimizin əsasında gərək mülayimlik, gərək həqiqət, gərək doğruluq dayanmış olsun. Qurbanlıq bayramı dedik ki, elə bir mühüm bayramdır ki, o özündə bir çox ali keyfiyyətləri əhatə etməkdədir. Hələ biz bu ayəni, yəni Maidə surəsinin 27-ci ayəsini təhlil edəndə iki şəxs onların simasında məsələyə münasibət göstərəndə görürük ki, birincidə səmimiyyət, yəni Habildə səmimiyyət, Qabildə isə qeyri-səmimiyyət var. Habildə yüksək əxlaq, Qabildə isə tamamilə bunun əksini görməkdəyik. Ona görə də etdiyimiz əməlləri edərkən o əməlin böyüklüyünə və yaxud kiçikliyinə diqqət etməməliyik. Diqqət etdiyimiz bir neçə xüsusiyyətin başında, bəlkə də təməlində dayanan mühüm amil xalis niyyətdir, səmimiyyətdir. Çünki səmimiyyət olmasa, nəinki o əməl uca dərgahda qəbul edilməyəcək. Eyni zamanda insan riyakar kimi görünəcək, münafiq kimi görünəcək. Məsələn, bir adam qurban kəsir, amma niyyəti sağlam deyil. Uca Rəbbimizin razılığını qazanmaq üçün deyil, o zaman onun nəinki kəsdiyi qurbanın məqbulluğundan söhbət belə gedə bilməz. Hətta o insan özü uca dərgahda riyakar, münafiq bir şəxs kimi qeydə alınar. Dedik ki, qurbanlığın ikinci tarixi mərhələsi Həzrət İbrahim əleyhissalamın adı ilə bağlıdır. Bugünkü həcc ziyarətində Zilhiccə ayının 10-u, 11-i, 12-sində ki, Minada qurbanlar kəsirik və o cümlədən də bugünkü həcc ayininə daxil olan bəzi əməllərimiz elə məhz Həzrət İbrahim əleyhissalam və onun ailəsinin adına bağlıdır. İbrahim əleyhissalama yuxuda oğlunu qurban kəsmək əmr olunur. İbrahim əleyhissalama belə əmr olunur. Fələmmə bələğə mə'hus-sə'yə qalə ya buneyyə inni ərə fil mənami ənni əzbəhukə fənzur məzə tərə. Elə ki, onun oğlu müəyyən bir
yaşa gəldi, doldu, oğluna dedi: "Ey oğul, istəyirəm səni, yuxuda gördüm ki, səni qurban kəsəm, sənin boğazını kəsəm." O bəzi şəxslər ki, deyirlər, nə İbrahimə belə bir şey əmr olunub, nə də belə bir əmrin olması məntiqən doğru deyil. Bilmirəm buradakı zibh kəlməsini hansı mənada başa düşürlər. Və məntiqən də belə deyə bilərik ki, necə olur ki, 14 əsrdən artıq bir müddətdə müsəlman alimləri bu ayəni İbrahimin oğlunu yuxuda qurban kəsməsi kimi tərcümə ediblər, başa düşüblər, bu istiqamətdə təfsir ediblər. Amma indi bəziləri peyda olub bu ayənin tamam başqa bir məcrada təhlil edilməsinə necə deyərlər, girişiblər. Ayə açıq-aşkar şəkildə oğlum səni yuxuda gördüm ki, qurban kəsirəm. Oğlu cavabında qalə yə əbəti if'al mə tu'mər. Atacan, sənə nə əmr olunursa onu da icra et. Sətəcidini inşaallahu minas-sabirin. İnşallah ki, məni səbr eləyənlərdən görəcəksən. Bu ayə onu göstərir ki, birincisi, İbrahim əleyhissalama oğlunun qurban kəsilməsi yuxuda əmr edilmişdir. Yəni, yuxu bizim məsumlarımız üçün hüccətdir, dəlildir. Bütün peyğəmbərlər də bizim etiqadımıza görə məsumdurlar. İkinci öyrəndiyimiz mühüm bir məsələ ata-oğul münasibətidir. Biz ötən xütbələrimizin birində də buna işarə etmişdik ki, Uca Allah Qur'anın başqa bir ayəsində İbrahim və onunla birlikdə olanlarda, rəvayətlərə görə, yəni İsmailda sizin üçün çox gözəl örnəklər və nümunələr vardır deyir. Bu ayə bizə onu göstərir ki, Həzrət İsmail əleyhissalamın kiçik yaşlı, yeniyetmə yaşlı olmasına baxmayaraq, valideyninə qarşı o qədər itaətkar olub ki, ata boğazını kəsəcəyəm deyə ona müraciət etdikdə, cavabında sənə nə əmr olunursa onu icra et və məni səbr edənlərdən görəcəksən. Təkcə bu ayə bizim övladlarımızın tərbiyəsi üçün Həzrət İsmail əleyhissalamın nümunəsində çoxlu sayda bizə mesaj verməkdədir. Hətta İbrahim əleyhissalamın bax gör bu haqda nə fikirləşirsən, fənzur məzə tərə ifadəsinin özündə də bir çox incəliklər görsənib. Birincisi budur ki, İbrahim əleyhissalam məcbur etmir. Ona əmr olunsa da təklifin qəbulunu buraxır İsmailin öhdəsinə. Səni yuxuda görürəm ki, qurban kəsirəm, sən bu haqda nə fikirləşirsən deyə buyurur. Deməli, burada ailənin böyüyünün, ailənin rəhbərinin bir əmri ailə üzvlərinə edərkən və ya bir tövsiyəni, bir işi tapşırarkən hansı münasibəti göstərəcəyini belə bizə, necə deyərlər, dərs verməkdədir. Əmr ilahi əmrdir, amma Həzrət İbrahim onu bir peyğəmbər, bir ata kimi görün necə mülayim və necə deyərlər, necə mədəni tərzdə oğluna təklif edir. İsmailin cavabı isə şübhəsiz ki, çox heyrət edicidir. Yeniyetmə olmasına baxmayaraq, atasının peyğəmbərliyinə o qədər möhkəm imanı var idi ki,
zərrə qədər etiraz etmədən, zərrə qədər şəkkə, şübhəyə düşmədən, atacan, sənə nə əmr olunursa, onu et. İnşallah ki, məni səbr edənlərdən görəcəksən. Bu ayənin böyük alimlərimiz tərəfindən verilən təfsiri, təhlili onu göstərir ki, ayə təkcə bizə hadisənin tarixini qeyd etməklə kifayətlənməyib. Bu ayə bayaqdan bəri qeyd etdiyim bu və ya digər incəlikləri də, necə deyərlər, özündə daşımaqdadır. Elə ki, İbrahim əleyhissalam oğlu İsmaili qurbangaha aparır, onun üzünü yerə yıxır, bıçağı çəkir, amma Allahın iradəsi ilə bıçaq onu boğazını kəsməyir və nəhayətdə Həzrət Cəbrail əleyhissalam bir qoçu onun üçün gətirir. Uca Allah buyurur ki, bunun əvəzində biz ona böyük bir qurbanlıq əvəz verdik, fəda etdik. Bəs nə üçün belə bir hadisə baş vermiş ola? Nə üçün Həzrəti İbrahim əleyhissalama belə bir əmr verilmiş olsun? Bunun üzərində alimlərin müxtəlif təhlilləri var. Bəziləri rəvayətlərə əsaslanır, bəzi fikirlər alimlərin özlərinin, necə deyərlər, idrakına, onların təhlillərinə əsaslanır. Biz ötən bəhslərimizin birində də demişdik ki, bunun bir neçə mühüm səbəbi var. Birinci və əsas səbəb Həzrət İbrahim əleyhissalamın imtihanı idi. Hətta bəzi mənbələrdə göstərilir ki, İbrahim əleyhissalam 9 ağır imtihanla imtihan olundu və sonuncu imtihanı da İsmailin, yəni oğlunun qurban kəsilməsi əmri idi. Elə ki, bu ağır imtihandan da üzü ağ çıxdı, o zaman ona imamət məqamı verildi. Deməli, İbrahim əleyhissalama bu əmrin olunmağı onun imtihan olunması idi. Aydın məsələdir ki, uca Rəbbimizə məlumdur hər bir kəsin hansı bir imtihandan üzü ağ və ya qeyri halda çıxması. İbrahimin bu imtihandan, bu əqidə ilə çıxması gərək izhar olardı. Hər kəs tərəfindən bilinməli idi. Çünki İbrahim əleyhissalamın bəzi rəvayətlərə görə 80 yaşında Həcərlə evlənir, oğlu dünyaya gəlir, İsmail yaraşıqlı olur, yeniyetmə yaşında onun qurban kəsilməsi İbrahimin məhəbbəti həddindən artıq çox idi İsmaila və Allah onu İsmailla imtihan elədi. İkinci rəy, görüş bundan ibarətdir ki, o dövrdə insanları qurban kəsirdilər. Allah bu əmri İbrahimə əmr etdi, sonra isə o əmri nəsx etdi, geriyə götürdü. Ona görə ki, bir dəfəlik insanlara məlum olsun ki, insanın insan tərəfindən qurban kəsilməsi ayini Allah tərəfindən məqbul hesab edilə bilməz. Bu ayəyə verilmiş ikinci mühüm bir təhlil idi. Bəs bu qurbanlıqda etdiyimiz bəzi əməllərin nə kimi əhəmiyyəti var? Biz ötən xutbəmizdə də qeyd etmişdik ki, İbrahim və onun ailəsinin adına bağlıdır. Məsələn, həcc ziyarətində Səfa və Mərva dağları arasında etdiyimiz səylər onun həyat yoldaşı Həcərin etdiyi bir əməldir. Həcər o qədər əqidəli, o qədər Allahın bəyəndiyi bir şəxs olub ki, Allah onun o iki dağ arasında, o iki təpəcik arasında səyini, yəni gediş-gəlişini özündən sonraki bütün peyğəmbərlərə belə vacib, bütün ümmətlərə, insanlara belə
vacib buyurmuşdur. Və yaxud da Həcərin evini biz dedik ki, Allah onun o alaçığını o evdə olunan səmimiyyətə görə öz Kəbə evinə birləşdirmiş və onu da təfafa daxil etmişdir. Bütün bunların hamısı onu göstərir ki, Allah üçün edilən, xalis niyyətlə edilən hər bir əməlin uca dərgahda çox böyük dəyəri vardır. Qurbanlıq bayramının dedik çox mühüm həm də sosial əhəmiyyəti var. Qurbanlıq təkcə tarixi bir hadisə deyil. Qurbanlıq təkcə savab qazanmaq baxımından bizə əmr edilməmişdir. Qurbanlıq doğrudur, həcdə olanlara vacib, kənarda olanlara müstəhəbdir. Amma biz bilirik ki, qurbanlığın ümumiyyətlə bir çox növləri var. Bütün növlərin hamısının savabdan əlavə özünə məxsus sosial, iqtisadi, psixoloji və digər yönləri də vardır. Birincisi, onun sosial tərəfi möhtaclara göstərilən ehtiramdır. Bilirsiniz, bütün cəmiyyətlərdə sosial vəziyyəti aşağı olan, zəif olan insanlar var. Qurbanlıqda qurban kəsmək imkanı olub, hətta bəzi rəvayətlərdə belə var ki, insan çətinə düşməyəcəyi təqdirdə borc almaq imkanı varsa, borc ala, qurban kəsə. Qurbanı kəsib onun ətinin dediyimiz təbəqə arasında paylanması onlara göstərilən böyük bir ehtiramdır. Onlar özlərini verdiyimiz bu payların müqabilində özlərini də dəyərli cəmiyyətin bir üzvü hesab etmiş olarlar. İkinci mühüm sosial əhəmiyyəti cəmiyyətin birliyini möhkəmləndirməkdir. Bilirsiniz ki, cəmiyyətdə təbəqələşmə bəzən fərdlər arasında olan bağlılığı qırır. Hətta bəzən bəzi insanlar zənginləşdikdən sonra öz ən yaxın dost tanışlarını belə, ən yaxın qohum-əqrəbalarını belə kənarda tuturlar. Onlardan uzaqlaşırlar. Quranda da bunun nümunəsi var. Məsələn, Qarun, Həzrət Musa əleyhissalamın yaxın qohumu idi. Ya xalası oğlu olub, yaxud əmisi oğlu. Yoxsul bir şəxs idi. 3 dəfə Musa əleyhissalamın yanına gəlib zənginləşməsi üçün dua etdi. Musa Tur-i Sina dağında uca Rəbbimizə bu hadisəni dedi. Hər dəfədə də Allah belə vəhy etdi ki, ya Musa, Qarun üçün belə yaşamağı daha üstündür, daha yaxşıdır. Lakin Qarunun razılaşmamağı, Musanı təkidlə bu işə dua etməsini istəməsi sonda o qədər zənginləşdi ki, ayədə buyurulur ki, onun var dövlətinin açarını bir dəstə adam daşıyırdı. Amma aqibət nə oldu? O cür qohum, Musanın yaxın dostu, Musanın arxasında ön cərgədə namazda dayanan bir şəxs varlaşandan, zənginləşəndən sonra nəinki Musanı tərk elədi, hətta bir xanıma yüksək miqdarda qızıl verib, Musa sabah filan yerdə moizə edəcək, get ora, moizəsi zamanı sözünü kəs, denən ki, dünən sən mənə sataşmaq istəyən şəxs deyilsənmi? Belə bir işə belə, belə böyük bir günaha belə Qarun əl atmış oldu. Doğrudur, bəzi mənbələrdə göstərilir ki, o xanım ayağa qalxdı, amma Allah onun dilini elə dəyişdi ki, Qarunun ona qızıl müqabilində Musanı ləkələməsini dedi. Musa əleyhissalam Qarunu çağırtdırdı.
hadisənin doğru olduğunu onun dilindən öyrəndikdən sonra bəzi rəvayətlərdə göstərilir ki, Qarunu yerə əmr etdi, yer onu özünə çəkdi. Bəzi rəvayətlər deyir ki, elə ki, Qarun yarıya kimi çəkilmişdi, dedi, sən mənim var dövlətimə görə bunu edirsən. Musa onun var dövlətin onun özündən əvvəl yerə əmr edib, yerə çəkdirib. Əlbəttə ki, məsum bizim etiqadımıza görə elə bir şəxsdir ki, Allah ona onun özünün izni ilə istədiyi şeyi həyata keçirməsi iznini verib. Məsələn, İsa ölüləri dirildir, palçıqdan quş düzəldir, ona üfürür, cana gəlir və s. Burada əcaib bir şey yoxdur. Və həmçinin dedik, digər bir sosial faydası ondan ibarətdir ki, biz sevindiririk. Yəni, kimsə bizə bir pay verəndə, qurban pay verəndə sevinirik. Xüsusi ilə də imkanımızın olmadığı ana düşəndə, zamana düşəndə sevincimiz 1-ə 100 olur. Peyğəmbər əleyhissalam buyurur ki, müminin üzünə təbəssüm sədəqədir. Bir insanı sevindirməyimizin savabı bəzi rəvayətlərdə gəlir ki, cənnət ona vacib olar. Bu da onu göstərir ki, həqiqətən də qurbanlığın, qurban payının evlərə göndərilməsi, yoxsullara, imkansız insanlara göndərilməsinin çox böyük faydaları vardır. Bəs qurban ayininin nə kimi psixoloji səbəbləri ola bilər? Bilirsiniz, müasir dövrdə təkcə müsəlman dünyasında deyil, doğrudur, müsəlman dünyasında bu proses zəifdir. Amma Qərb dünyasında belə bəzi alimlər, tədqiqatçılar tərəfindən araşdırmalar aparılır. İbadətin, zikrin, bəzi dini ayinlərin nə kimi psixoloji faydaları vardır. Biz qurbanlıq ayininin psixoloji yönlərinə diqqət etdikdə bir neçə mühüm nöqtənin orada olduğunun şahidi oluruq. Birincisi, qurbanlıq ayini bizim uşaqlarımızın psixologiyasına çox müsbət təsir edir. Əgər biz evimizdə Həzrət İsmail əleyhissalam, İbrahim əleyhissalamla bayaq dediyim ayədəki diyaloqu uşaqlarımızın başa düşəcəyi səviyyədə onlara izah eləsək, heç vaxtı o uşaq böyüyəndə ağ valideyn ola bilməz. Böyüyün üzünə qayıda bilməz, əmrindən çıxa bilməz. Bir yeniyetmənin Həzrəti İsmail, necə ki bayaq ayəni dedim, Qur'an ki deyir, onu özünüzə nümunə götürün, uşaqlarımızın psixologiyasına Həzrət İsmailin nümunəsində biz çox güclü təsir göstərə bilərik. Atanın huzurunda necə olmaq lazımdır. Hətta böyüklərimizə belə Həzrət İbrahim əleyhissalamın misalında psixoloji təsir edə bilərik. Allah tərəfindən əmr gəlir ki, bunu et, amma İbrahim əleyhissalam o əmri görün necə mülayim tərzdə öz övladına çatdırır. Deyir, yuxuda görürəm, səni qurban kəsəm, bu haqda nə fikirləşirsən? Amma biz bəzən uşağa bir iş tapşıranda onu o qədər kobud, o qədər sanki hegemoncasına tapşırırıq ki, uşağın özünün də psixologiyasında bir ikrah hissi oyanmağa başlayır. Deməli, bu ayə bizə, uşaqlarımıza, nəinki uşaqlarımıza, hətta özümüzə, böyüklərimizə belə bir növ psixoloji yön verir. Necə rəftar eləmək, əmri, sözü uşağa necə demək, uşaq da o əmri, o sözü necə qarşılamalıdır. Çünki Həzrəti İsmail əleyhissalam bu əmrin, bu göstərişin müqabilində gərək qorxuya düşərdi. Amma cavabında nə buyurur? Allah nə əmr edirsə onu et, inşallah ki, məni səbr edənlərdən görəcəksən. İkinci mühüm bir məsələ, fəda etmək psixologiyasını bizə aşılayır.
Axı biz bilirik ki, qurban təkcə malqara, qoyun, quzu kəsməkdən ibarət deyil. O, həm də bizim nəfsimizi uca Rəbbimizə qarşı asi edəcək günahları özümüzdən uzaqlaşdırmaq psixologiyasıdır. Biz qurban kəsməklə psixoloji olaraq uca Rəbbimizə yaxınlaşmış oluruq. Deməli, qurban ayininin bizə aşıladığı psixoloji məsələlərindən, psixoloji yönlərindən biri budur ki, bizdə fədakarlıq ruhunu inkişaf etdirir. Əgər yoxdursa, o fədakarlıq ruhunu bizim üçün yaradır. Üçüncü mühüm bir məsələ psixoloji təsəlli. Bu ayəni biz diqqətlə təhlil etdikdə görürük ki, əmri uca Rəbbimiz tərəfindən yuxuda əmr olunmuş o ağır bir əmri Həzrət İbrahim əleyhissalam necə qarşılayır? Bizim başımıza bir balaca müsibət gələn kimi, ayağımıza bir daş toxunan kimi dərhal az qalırıq ki, asilik eləyək. Amma Həzrət İbrahim əleyhissalamın yoldaşı Həzrət Hacərin və ya Həcərin nümunəsində biz böyük bir özümüzə təsəlli psixologiyasını aşılamış olarıq. Əlbəttə ki, eyni zamanda qurbanlıq bizə kollektiv psixologiya anlayışını təlqin eləyir. Psixologiyada mühüm bir termindir, kollektiv psixologiya. Baxın, hamımız toplaşmışıq bura və yaxud bayaqları Qurban bayramı namazına toplaşdıq. Görün, nə qədər üzvlər bir-birini gördü, nə qədər insanlar bir-birləri ilə salamlaşdı, nə qədər insanlar bir-birlərinin keyfini, əhvalını soruşdu, nə qədər insan o namazdan, bu xütbədən savablar əldə etdi. Deməli, qurban ayini həm də bizi bir araya toplamaqla, kollektiv mədəniyyət yaratmaqla bizim psixologiyamıza müsbət təsir göstərmiş olur. Əlbəttə ki, bunun elmi tərəfləri çoxdur. Vaxtın məhdudiyyətindən biz bir o qədər də o məsələlərə toxuna bilmirik. Bir neçə hədisi də təbərrük üçün qeyd edək ki, həqiqətən də qurban kəsməyin təkcə bu dünyamız üçün deyil, eyni zamanda axirətimiz üçün də çox böyük faydaları, çox böyük savabları vardır. İmam Əli əleyhissalam mübarək kəlamlarının birində buyurur: "Lav alimən nasu ma fil azhiyyə la lastadanu və zahhav." Əgər insanlar bilsəydilər ki, qurban kəsməkdə nə kimi savablar var, borc alar və mütləq qurban kəsərdilər. İnnehu la yughfaru li sahibil azhiyyə indal awwal qatratin taqturu min damiha. Həqiqətən də kəsilən qurbanın qanının ilk damcısı yerə düşməmiş, onu kəsən şəxsin günahları bağışlanar. Deməli, qurban bizim əməl dəftərimizə il ərzində yazdırdığımız günahların pozulmasına bir vəsilədir. Digər bir hədis İmam Cəfər-i Sadiq əleyhissalamdandır. Qurban kəsməyin Allah yanında ən sevimli əməllərdən biri olduğunu Həzrət belə buyurur: "Zahhu", yəni qurban kəsin. فَإِنَّهُ لَيْسَ مِنْ عَمَلٍ فِي يَوْمِ النَّحْرِ أَحَبَّ إِلَى اللّٰهِ مِنْ إِحْرَاقِ الدَّمِ. İmam buyurur ki, qurban kəsin, çünki qurban günü qurban kəsməkdən Allah yanında üstün bir əməl yoxdur. Digər bir hədis Peyğəmbər salavatullahdandır. O da eyni ilə İmam Sadiq əleyhissalamdan bayaq nəql elədiyimiz hədisin mətninə uyğun bir hədisində buyurur ki, "Mə amilə ibnu Ədəm yevmən nəhri əmələn əhəbbə iləllâhi min ihraqid-dəm."
Allah yanında Adəm övladı üçün qurban günü qurban kəsməkdən üstün bir əməl yoxdur. Fəinnəhu la yəti yawmal qiyaməti bi quruniha və əş'ariha və əzfariha. Qiyamətin günündə hər bir bəndənin kəsdiyi qurban heyvan öz buynuzları ilə, tükləri ilə və dırnaqları ilə gələr. Və innə dəmə lə yəqa'u minəllahi bi məkanin qəblə ən yəqa'u əl-ərd fətibu bihə nəfsan. İmam əleyhissalam buyurur ki, qiyamətin günündə həmin o qurbanlıq insanın yanında peyda olar, o insanın günahlarının bağışlanmasına bir vəsilə olar. Hədisin məzmunu təxminən bundan ibarət idi. Bu da onu göstərir ki, əziz möminlər, həqiqətən də qurban kəsməyin uca Allahın yanında çox böyük dəyəri var, çox böyük savabı var. Uca Allahı and verək, öz izzəti cəlalına xatir kəsilən bütün qurbanları qəbul eyləsin. Uca Allahı and verək Həzrəti İbrahimə, onun oğlu Həzrəti İsmailə xatir bizim bu günlərdə etdiyimiz bütün əməlləri öz dərgahında qəbul eyləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.